Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə evdə çörəyin hazırlama qaydasını göstərirəm. Keçək xəmirin hazırlanmasına. Balaca kasaya yaş maya və ilıq su əlavə eləyib qarışdırıb qoyuruq kənara. Sonra dərin qab götürürük, ələnmiş un və duzu əlavə eləyib qarışdırırıq. Qarışdırdıqdan sonra 2 stəkan ilıq suyu və mayanı əlavə eləyirik. Spatula ilə kənardakı unu yavaş-yavaş suya qataraq xəmiri yoğurmağa başlayırıq. Üçüncü stəkan suyu hissə-hissə əlavə eləyib xəmiri yoğururam. Videonun alt bölümündə açıqlamada resepti yazacağam. Qədərini siz oradan istifadə eləyərsiniz. Biraz ələ yapışan xəmir olur. Dəzgaha un səpirəm. Daha da rahat yoğurmaq üçün xəmiri əlavə eləyib yoğurub toparlayıram. Yəni xəmirimiz hamar olmalıdır. Baxın, bu cürə görün necə gözəl xəmirdir. Yenidən qaba qoyub üzərini örtək. Salafan klok və dəsmal örtüb mayalamağını gözləyirəm. Budur, xəmirimiz mayalanıb. Yenə dəzgaha alıb 1-2 dəqiqədə yoğururam, tam havası çıxsın. Sonra eyni bərabər hissəyə bölüb kündələyirəm. Soba qabı götürürük, yağlı kağız səririk. Sonra kündələri yerləşdirib, üstünə də salafan klok sərib, saata baxırıq, 15 dəqiqə yenə də mayalanmağını gözləyirik. Əlimizə un səpib, kündənin üzərindən yayırıq. Yəni, zövqünüzdən asılı olaraq necə istəsəniz, elə də xəmirinizi yaya bilərsiniz. İstəyirsiniz qalın, istəyirsiniz nazik. Mən çörəyi nazik xoşladığıma görə mən çox nazik elədim. Sonra üstünü yenə salafan klok çəkirəm, 15 dəqiqə saxlayıram, yenə də mayalansın. Kənarda balaca kasaya yumurta sarısı və qatıq əlavə eləyib qarışdırıb süzgəcdən keçirirəm. İndi ən əsas hissəni sizə göstərim. Deməli, üzərinə olan naxışı mən taxta qaşıqdan istifadə eləyirəm. Taxta qaşığın saplaq hissəsi, gövdə hissəsini unluyuram. Yəni, xəmirə yapışmasın deyə, naxışı yaxşı vurulsun. Ona görə yaxşı unlamaq lazımdır. Sonra naxışlar edirəm, cızıqlar atıram. Mən bu günləri paxlava forması verdim. Siz hansı formanı istəsəniz, o cürdə edə bilərsiniz. İndi yumurta və qatıq qarışımını çörəyin üzərinə çəkirik, hər tərəfli. Sonra küncüt və çörək otu səpib, öncədən isidilmiş sobada alt-üst rejimdə 200 dərəcədə üstü qızarana qədər pişiririk. Mənim sobamda 15 dəqiqəyə hazır oldu. Yəni 15 dəqiqə bişdi. Baxın, əsas hissəsi bax buradır. Əziz xanımlar, siz də istəyirsiniz ki, çörəyin forması, naxışları itməsin. Sobaya qoymamışdan əvvəl yenə taxta qaşıqla naxışları, yəni o cızıqların üstündən yenə də gedirik, təkrarlayırıq. Sonra qoyuruq bişməyə. İndi baxın əzizlərim, artıq çörəyim hazırdır. Görün necə gözəl qıpqırmızı, yumuşaq, altı da üstü də qəşəng qızarıb. Heç bir naxışı da itməyib. Yəni siz istəsəniz mənim dediyim üsuldan istifadə edə bilərsiniz. İndi də kəsəyin iç hissəsini sizə göstərim. İnanın ki, əziz xanımlar, çörəyin ətri, qoxusu bütün evi bürüyüb. Baxın içinə, görün necə gözəldir. Yumuşaq.
Göz haqqınızı halal eləyin. Videomu bəyəndinizsə, abunə olmağı, like etməyi, şərh yazmağı unutmayın. Allaha əmanət olun.